Bakıda Qlobal Cənub QHT platforması konfransı başa çatdı. Dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələri üçün əlamətdar hadisə kimi tarixə düşdü. Platformanın yaradılması təşəbbüsü hələ ötən ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu tərəfindən irəli sürülmüşdü. Dünya ölkələrinin 2/3 hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətləri öz üzləşdiyi problemləri, xüsusilə iqlim dəyişikliyi, gender bərabərsizliyi, müstəmləkəçilik və təhsillə yanaşı bir sıra digər mövzuları da müzakirə etdilər. Azərbaycan Qlobal Cənubun fəal üzvüdür, bu danılmazdır. Biz bunu yalnız qoşulmama hərəkatında sədrliyimizlə deyil, həmçinin COP29-dakı sədrliyimiz zamanı da nümayiş etdirdik. Ümumilikdə isə onu deyə bilərik ki, Qlobal Cənub ölkələri adətən beynəlxalq qərarların qəbulunda az təmsil olunurlar. Azərbaycan tarazlaşdırıcı mövqe, etibarlı tərəfdaşlıq və regional əməkdaşlığa dəstək təklif edərək bu bərabərliyi yumuşatmağa çalışır. Belə ki, Qlobal Cənubla Qlobal Şimal arasında körpü yaradır. Qlobal Cənub QHT platforması həm də strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanın aparılması üçün hədəflənmişdi. Platforma ölkələrin üzləşdiyi ədalətsizliyə, yoxsulluq, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparmaq üçün stimul rolunu oynadı. 2 gün davam edən konferans olduqca əhəmiyyətli panel müzakirələri ilə də yadda qaldı. Qlobal Cənub QHT platforması çərçivəsində həmçinin firavan gələcək üçün D8 əməkdaşlığı mövzusu da müzakirə olundu. D8 əməkdaşlığı təşkilatına yeni üzv olan Azərbaycan bütün tərəfləri bir masa ətrafına toplayaraq gələcək əməkdaşlıqları, xüsusilə orta dəhliz və iqtisadi əməkdaşlıq sahələri mövzularını da önə çıxardı. Yəni Azərbaycan artıq dünyada ismi çekildiği zaman tanınan bir ülke. Her geçen gün de bu rolunu daha da artırıyor. Bu rehberliğinin de başkanlığının da tabii ki verilmesi ayrı olarak da bu D8 ülkeleri ki D8 ülkeleri de çok büyük nüfusa malik olan ülkeler. Bu konuda da elbette ki hem bilinirliği hem işbirliği hem ticareti hem bütün birçok sosyal alanda büyük katkılar sağlar. Azərbaycanın yeni mövqeyi artıq həm Mərkəzi Asiyanı, həm də Qərbi, eyni zamanda Cənub və Şimal tranzit marşrutlarını birləşdirən bir qovşağa çevrilib. Bu potensialı isə dünyanın aparıcı təşkilatlarını, dövlətlərini ölkəmizə maraq salmasına şərait yaradır. Vətəndaş cəmiyyətlərinin də Azərbaycandan dəstək görməsi bir çox istiqamətlərdə imzalanmış memorandum sənədlərində öz əksini tapdı. Qlobal Cənub QHT platforması konferansı Azərbaycan və bir sıra ölkələrin nüfuzlu QHT-lər arasında anlaşma sənədlərinin imzalanması ilə yekunlaşdı. Bugün həmçinin iki tərəfli formatda memorandumlarla yadda qaldı. Agentlik Çin və Özbəkistan qeyri-hökumət təşkilatları ilə, Azərbaycanın müxtəlif yerli qeyri-hökumət təşkilatı isə 7 xarici qeyri-hökumət təşkilatı ilə anlaşma memorandumları imzaladı. Bundan sonra da agentliyin Qlobal Cənub qeyri-hökumət təşkilatları ilə və ayrı-ayrılıqda Azərbaycanın yerli QHT-lərinin bu formatda əlaqələri davam edəcək. Agentlik növbəti qrant müsabiqələrində Qlobal Cənubda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının da təşəbbüs və ideyalarının dəstəklənməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirəcək. Əminəm ki, yaradılan platforma öz faydalı nəticələrini verəcək və Qlobal Cənubda təmsil olunan yüz milyonlarla insanın müxtəlif beynəlxalq təşkilatlarda BMT-də daxil olmaqla səsinə çevriləcək. Əminliklə demək olar ki, Qlobal Cənub QHT platforması dünya xalqlarının təcrübələrini daha da inkişaf etdirməyə, qarşılıqlı əməkdaşlıq və qardaşlıq, iqtisadi, gənclər, tibb, təhsil və texnologiya kimi sahələrdə birgə xidmətə ciddi töhfə verəcək. Bununla da Bakı bir daha innovativ danışıqları masada müzakirələrlə qoymur. Əksinə, dəyişən dünyamızda yeni nizamın formalaşması üçün aparıcı aktora çevrilir.